Son dəqiqə bir məlumatı nəzərinizə çatdırırıq. Belə ki, şair Qəzəlxan Arif Buzovnalı Arif Əliyev vəfat edib. Doğru xəbər Azərbaycan bildirir ki, bununla bağlı APA TV-yə mərhumun yaxınları məlumat veriblər. Bildirilib ki, o bugün yaşadığı evində dünyasını dəyişib. Onu da qeyd edək ki, Arif Buzovnalının 53 yaşı var idi. Ləğv olunmuş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Viləşsay Su Anbarının İstismar İdarəsinin keçmiş rəisi Mahir Əliyev həbsdə vəfat edib. O, 66 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Mahir Əliyev 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində işləyib, 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Daha sonra Mahir Arifoğlu Əliyev Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinib və müvafiq hökmlə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.